Sarımsaqla sarı kökü qarışdır. Bağırsağından nə qədər parazit, qurd var, hamısını tərtəmiz təmizləyəcək. Bu qarışım o qədər güclüdür ki, orqanizmi detoks edəcək. Necə hazırlayasınız? Ekrandakı ürəyi qızart, profilin üzərindəki pil işarəsinə toxun və mənə diqqətlə qulaq as. Götürürsən 3 diş sarımsağı xırda-xırda doğrayırsan. Sonra 2 dənə limon götürürsən, onu da xırda-xırda doğrayırsan. Bu doğradığın limon və sarımsağın üstünə 1 xörək qaşığı sarı kök əlavə edirsən, 1 çay qaşığı da qara isot əlavə edib, qoyursan bir dənə təncərənin qazanın içinə. Üstünə 550 millilitr qaynar su əlavə edib 8 dəqiqə qaynadırsan. Qaynadıqdan sonra süzürsən, süzəndən sonra gözləyirsən ilıq halına, yəni otaq temperaturu halına gəlsin. Gündə bir dəfə bunu səhər-səhər az qarnına içirsən. 2 həftə sonra özün tökülən qurdlara təəccüblənəcəksən. Bu videonu hər kəslə paylaş və məni mütləq takib et ki, sağlamlığının qeydinə qalan Əzizatın Baloğlanla hər zaman sağlam qalasın.